Salam, hər vaxtınız xeyir. Bu sınaq imtahanı Dimin 20 variant sınaq imtahanı kitabındandır. Bu sınaq kitabı 3-cü qruplar üçün nəzərdə tutulub ədəbiyyat fənni üzrə. Və birinci sınaq imtahanında mövzu olaraq Azərbaycan şifahi xalq ədəbiyyatı əhatə olunur. 30 sualdan ibarətdir. Suallardan 27-si nəzəri suallardır. 3-ü isə mətndir və mətnlə bağlı olan suallardır. Suallara keçməmişdən öncə qeyd edim ki, videoları bəyənib kanala abunə olaraq da dəstəyinizi bildirə bilərsiniz. İndi isə suallara nəzər salaq. Xan Sarayı əfsanəsi ilə bağlı doğru fikirləri müəyyən edin. Usta xanın qabağında sözünü deməkdən çəkinmir, bəli, deməkdən çəkinmirdi. Sonda usta daha doğrusu xan qəzəblənir və ustanın öldürür. Usta sarayı tikərkən əməyini qiymətləndirəcəyinə inanırdı. Bəli, o inanırdı ki, xan onun əməyini qiymətləndirəcək. Amma xan sadəcə onun gördüyü işin müqabilində ona qızıl verir. Amma əməyini qiymətləndirmir. Ona görə də cavab olur ilə 1-2. Ağıllı uşaq nağılındakı Əhməd obrazı ilə bağlı doğru fikri müəyyən edin. Məqsədinə çatmaq üçün hər yola başvurur, ancaq yalan danışmır. Yalan danışır, bir hissədə yalan danışır. O da şahın sevdiyi heyvanın keçi olduğunu öyrənəndə, o çobanın yanına gələndə çoban ondan soruşur ki, sən bu şəhərin əhalisi deyilsən, yəqin ki, ona görə şahın ən sevdiyi heyvanın keçi olduğunu bilmirsən. O da deyir ki, yox, mən bu şəhərdənəm, amma nənəm məni çölə çıxmağa qoymub illər ərzində. Amma əslində o şəhərdə yaşamırdı. Ona görə də yalan danışır. Bacarığı və tədbirlə kəndini xilas edir, bəli. Nənəsi Əhmədə qoca ilə görüşməyə məsləhət görür. O nənəsi məsləhət görmür. O sadəcə nənəsindən soruşur ki, burada, yəni kənddə artıq hər hansı da savadlı bir qoca qalmır, yəni dünya görüşlü qoca qalmır. O da deyir ki, yaşı 100-ü keçmiş bir qoca var. Amma demir ki, yəni ged onlar görür. Əhməd yardımsever olduğu üçün qocanın arvadına kömək edir. Arvadı deyildi, bacısıydı. Şahın verdiyi bütün sualların cavabını özü tapır, özü tapmırdı. O alma sualının cavabını ona həmin o qoca demişdi. Ona görə cavab olur B bənd. Nümunəyə əsasən klasteri hansı fikirlər tamamlamaq mümkündür? Zülf töküb üzə dilbər, çıxıbdı düzə dilbər. Duvaq salın üzünə, gəlməsin gözə dilbər. Mərasim nəğməsidir. Mahnılarda olduğu kimi özünə məxsus musiqisi var, nəğmələrin musiqisi yox idi. Ona görə bunu çıxırıq. Xalqın adət nəzərə bağlı olan nümunə əcdadlarımız tərəfindən ifa edilmişdir. Bəli. Şifahi xalqın ən qədim nəğmələrinə aiddir. Ən qədim nəğmələr əmək nəğmələrdir. 7 hecadır. Qafiyə quruluşu AA 5A şəklindədir. Bəli. Cavab olur 2-4. 4. Nümunəyə bağlı düzgün fikri müəyyən edin. Dedim, könül durma dağ zirvəsində, bir gün düçar edər nə qara səni. Dilin çatmaz nə bir elə obaya, bürüyər nə ağ gün, nə qara səni. Anafora və epiforadan istifadə olunmuşdur, xeyr. Qıfılbəndə aiddir, səmimi paş məhəbbət tərənnüm olunur, xeyr. İnveşədən istifadə edilib, dilin çatmaz nə bir elə obaya. Məsələn, bu bürüyər nə ağ gün, nə qara səni. Burada inversiya var. Cinas qafiyələrdən istifadə olunub. Bəli, qara səni bir burada qar mənasında, yağma mənasında, qara rəng mənasında işlənib. Ona görə də cavab olur D bənd. 5. Dastan janrı ilə bağlı doğru fikri müəyyən edin. Şah İsmail Aşıq Qərib kimi dastanlarda bir-birini sevən gənclərin dözüm, sədaqət və cəsarət sayəsində qovuşmasından bəhs edilir. Bəli. Məhəbbət dastanları sonra əsasən cahannamə ilə bitir, əsasən duvaq qapma ilə bitir. Ustadnamə ilə başlayır, duvaq qapma ilə bitir. Əgər dastanın sonu faciə ilə bitirsə, o zaman cahannamədən istifadə olur. Ona görə 2-ni çıxırıq. Məhəbbət dastanları ustadnamə ilə başlayır. Bunu götürürük. Dastan yalnız epik növün xüsusiyyətləri əks olunur. Xeyr, orada lirik epik növ hesab olunur dastan, çünki orada şeirlər də verilir. Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinə yer verilə bilər, bəli, verilə bilər. Cavab olur A bənd. 6. Cədvəldə qeyd edilmiş nağıllarla bağlı doğru fikirləri müəyyən edin. Ağıllı uşaq, dərs şagirdi Əhməd. Əhməd xanın ən sevimli heyvanın keçi olduğunu özündən öyrənir, xeyr. Onu orada çobandan öyrənir.
Əsərin ideyası ağıl yaşda deyil, başda da ata sözü səsləşir. Bəli. Əsərdə Əhməd ağıllı məsləhətdən yararlanır. Bəli. O qozanın məsləhətindən yararlanır. Əhməd gördüyü yuxunu zindanda Pəri Sultana danışır. Xeyr. Bütün suallara cavab verilsə də Şah Abbasın ölkəsi Firəng padşahının hücumuna məruz qalır. Xeyr. Əhməd ən sonunda yuxusunu şaha danışır. Bəli. Ən son səhnədə o yuxusunu şaha danışır. Çahargah əfsanəsilə bağlı yanlış fikri müəyyən edin. Karvandakı insanlar alemin arxasında gələnləri cəzalanırlar. Xeyr, onun arxasında gələnlər musiqinin səsindən bihuş olurlar. Bir də ən sonunda ayrılırlar ki, onlar artıq ölkə sərhədini keçiblər. Buna görə yanlış deyə biri götürürük. Qürurlu və xudbinliyi hökümdara alimin niyyətini başa düşməyə imkan vermir. Bəli. Əsərdə xalqın elm adamları olan laqeyd münasibəti əksini tapmışdır. Xalqın yox, şahın laqeyd münasibəti var. Xalq əksində ona kömək edir. Ona görə 3'ü götürürük. Əsər ağıl sahiblərinin güc sahibləri qarşısında məğlubiyyətini göstərir. Xeyr, əksinə ağıl sahibi güc sahibinə qalib gəlmiş olur. Ağıl sahibi orada alimdir. Ona görə 4'ü götürürük. Cavab olur A bəndi. 8. Eyler-Venn diaqramı doğru fikri müəyyən edin. Əfsanə. Möcüzəli ağlasılmaz hadisələrdən söz açılır. Bəli. Müəyyən bir hadisə və əhvalat haqqında danışmaq, nağıl etmək yolu ilə təsvir olunur. Xeyr, bu məsələlərə aiddir. Əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı olur. Xeyr, bu hər ikisinə aid xüsusiyyət deyil. Şifahi xalq ədəbiyyatının epik növünə aiddir. Bəli. Real həyat hadisələri zəmində baş verir, bu da rəvayətə aiddir. Cavab olur 1, 4, 5, E bəndi. 9. Məişət və mərasim nəğmələri üçün ortaq cəhətləri müəyyən edin. 4 misra olur və hər misrası 7 incədən ibarət olan nümunələrdir. Bəli. Müxtəlif mövsümlərlə bağlı yaranmış nəğmələrdir. Xeyr, onlar mövsüm nəğmələrdir. İkilik və dörtlük şəklində olur. Xeyr, onlar ikilik şəklində olunurdu. Şifahi xalq ədəbiyyatının lirik növünə aiddir. Bəli. Cavab olur 1, 4, B bəndi. 10-cu suala baxaq. Dastan janrına aid olan fikirləri müəyyən edin. Epik təhkiyyə lirik təqdimat vəhdətdə olur. Bəli. Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinə yer verilmir, əksinə verilir. Qəhrəmanlıq dastanı ustadnamə ilə başlayıb duvaq qapma ilə bitir. Bu məhəbbət dastanlarına aiddir. Məhəbbət dastanlarında sevgililər qovuşa bilməndə dastanın ona cəhənnamə verilir. Bəli. Cavab olur 1, 4. 11. Nöqtələrin yerinə yazıla bilməz. Qoşma və gəraylı aşıq şeirini ən geniş yayılmış növlərindən biridir. Bəli. Təznis 11 hecalı janrdır. Qoşma ilə təznis bəli hər ikisi 11 hecalıdır. Gəraylı 8 hecalıdır. Gəraylı ilə qafiyə quruluşu eynidir. Bəli, hər ikisinin qafiyə quruluşu eynidir. Sadəcə hecalarının sayı fərqlidir. Qoşmada 11-dir, gəraylıda 8-dir. Gəraylıdan dastanlarda geniş istifadə olunur. Bəli. Rubai daha çox lirik məzmun daşıyır. Yalnız aşiqanə mövzularda olur. Amma qoşma həm aşiqanə, həm də digər mövzularda da ola bilir. Təbiət gözəlliklərində həsr oluna bilir. Cavab olur E bəndi. 12. Cədvəldə qarşısına rəqəmlər yazılmış hansı fikirlərin yeri dəyişdirilsə, yol verilmiş yanlışlıq aradan qalxar. Xalq oyunları, xalq tamaşaları. Oturaq və hərəkətli olmaqla 2 yerə bölünür. Bəli, oyunlara aiddir bu. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş tənbəlliyin tənqidi ön plana çəkilir. Bu tamaşadır, oyun deyil. Dəsmal ver, xəndəyə düşmə oyunlarında əşyalardan istifadə olunur. Bəli. Uşaq orqanizminin hərəkətə fəaliyyətinə olan ehtiyacından yaranmışdır. Bu artıq oyun idi. Ona görə 2 ilə 4-ün yeri dəyişmək daha düzgündür. 13. Nəğmələrə aid hansı fikirlər doğrudur? Qodu-qodu nəğməsi uzun zaman yağan yağışın kəsməsi üçün oxunan mövzu nəğməsidir. Bəli. Düzçü öz ağır əməyini yüngülləşdirmək üçün sayaçı nəğmələri oxuyur. Xeyr. Sayaçı nəğmələri qoyunçuluqla bağlı olan nəğmədir. Orada qoyunun, quzunun adı çəkilir. Məişət nəğmələri 2 növü var. Toy və yas nəğmələri, bu mərasim nəğmələridir bunlar. Məişət deyil. 2 ilə 3 səhvdir. Qəhrəmanlıq nəğmələrində xalq qəhrəmanları tərifləyir. Əzim, mətanət nümayiş etdirməyə səslər. Bəli. Nəğmələrin özünə məxsus melodiyası var. Nəğmələrin özünə məxsus melodiyası var.
Daha doğrusu yoxdur. Cavab olur E bəndi. Mahnıların özünə məxsus melodiyası var. 14. Dərzi şagirdi Əhməd və ağıllı uşaq nağıllarının ortaq cəhdidir. Baş qəhrəman ağıllı və iradəlidir. Elə cavab budur. 15. Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Atalar sözü, məsələlər. Müəyyən əhvalatla bağlı olur, bu məsələlərə aiddir. Fikir ümumiləşmiş bitkin ifadə olunur, bu atalar sözünə aiddir. Fikrin üstörtülü şəkildə ifadəsi mühüm tələbdir. Üstörtülü şəkildə ifadəsi mühüm tələbdir. Bu heç birinə aid deyil. Xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir hər ikisi. Müdrik sözlər qanadlı sözlər də deyilir. Bu da hər ikisinə aiddir. Cavab olur 1B, 2D, Y, 3A. Daha doğrusu 2A, 3D'yi cavab olur A bəndi. 16-cı suala baxaq. Şifahi xalq ədəbiyyatının janrlarına əsasən uyğunluğu müəyyən edin. Rəvayət, əfsanə, nağıl. Baxaq. Səməndər quşu əfsanə idi. Burada qeyd edək. Səməndər quşu əfsanədir. Astiaq rəvayətdir. Ağıllı uşaq nağıldır. Xan sarayı əfsanədir. Nuh peyğəmbər rəvayətdir. Cavab olur A bəndi. 17. Cədvələ əsasən Çahargah əfsanəsi ilə bağlı doğru fikri müəyyən edin. Qüruru və xudbinliyi hökmdara alimin niyyətini başa düşməyə imkan vermir. Bu doğru fikirdir. Elmə və alimə qiymət verməyə bacarmayan şah alimi xalqın gözünə salmağa çalışır. Bəli, vəziri ilə ikisi. Xeyirxalq işləri ilə xalqa kömək edir. Xeyirxalq işləri ilə xalqa kömək edir. Bu hökmdara aid deyildir. Ətrafdaşların hökmdara münasibəti, xalqın hökmdara olan münasibəti qərəzli deyil. Xalqın hökmdara olan münasibəti qərəzli deyildir. Xalqın ona məhəbbəti ədalətə və qələbə qazanmasına səbəb olur. Xeyr. Xalq arasında yaşamağa, sarayda yaşamağa üstündür. Xeyr. Cavab olur 1, 2, 4 E bəndi. 18. Nağıl janrla bağlı yanlış fikri müəyyən edin. Bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bu düz fikirdir. Yanlışı soruşur. Nağıllar üçə bölünür. Heyvanlar haqqında sehirli və məişət düzdür. Məişət nağıllarında bəzən müsbət qəhrəmana qeyri-real xeyirxalq qüvvələr kömək edir. Məişət nağıllarında. Bu yanlış fikirdir. Nağıllar qədim dövrdən bugünümüzə yazılı formada gəlib çatmışdır. Qədim dövrdən bugünümüzə yazılı formada, xeyir yazılı formada gəlməyib. Məişət nağıllarında real hadisələrin təsviri aparıcı yer tutur. Aparıcı yer tutmur. Cavab olur 3, 4. Yer tutur. Düz fikirdir bu. Məişət nağıllarında real hadisələrin təsviri. Bəli, məişət nağıllarında real hadisələr üstünlük təşkil edir. Ona görə bayaq burada 3-də də deyirdi qeyri-real qüvvələr kömək edir. Biz bunu yanlış fikir kimi götürdük. Çünki məişət nağıllarında adətən real olmayan hadisələr baş vermir. 19. Yalıtmaz janrla bağlı hansı fikirlər doğrudur? Səs oyunu üzərində qurulmuşdur. Bəli. Fikrin üstörtülü ifadəsi janr üçün əsasdır. Xeyr. Humoristik məzmuna aiddir. Bəli. Cavab olur 1, 3. 20. Nümunə ilə bağlı doğru fikri müəyyən edin. Səyyad dəryalarda alar çəng ələ, həsrət çəkər çiskin gələ, çəng ələ. Əzrail sinəni çəkər çəngələ, qəssab qəş eləyər ayağa ayağa. Bizdən burada doğru fikirləri soruşur. Bənddə inversiya istifadə olunub, bəli. Əzrail sinəni çəkər çəngələ. Məsələn, burada inversiya var. Biri götürürük. Təzad yaradılıb, xeyr, burada təzad yoxdur. Təkrar işlənmişdir, bəli, təkrarlanan sözlər var. Məhəbbət mövzusundadır. Xeyr. Qafiyə quruluşu qoşmadakı kimdir? Bəli. Qoşmanın orta bəndlərinin qafiyə quruluşu. İlk bənddə olur A, B, C, B. Digər bəndlərdə olur D, 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 B. Bu da orta bəndlərin qafiyə quruluşu ilə eynidir.
Ona görə cavab olur D bəndi. 21. Aşıq yazıyla bağlı hansı fikir doğrudur? Qoşma, gəraylı, bayatı aşıqların ən çox müraciət etdiyi janrlardandır. Bəli, doğru fikir ilə A. 22. Dərzi şagirdi Əhməd nağlındakı Əhməd obrazla bağlı yanlış fikri müəyyən edin. Hər sualı açmağın qarşılığında padişahdan bir tələb olur. Xeyr. Tək tələbi Pəri Sultanla evlənmək idi. Yuxudan oyatdığı üçün ustasına etirazını bildirir. Hər sualı açmağın qarşılığında padişahdan bir tələb olur. Bu doğru fikirdir. Hər sualı açanda o padişahdan bir tələbi olur. Ona görə bu düz fikirdir. Yuxudan oyatdığı üçün ustasına etirazını bildirir. Deyir ki, yəni yuxumun maraqlı yeri idi. Birinci suala cavab verdikdən sonra azadlığa buraxılmır, düzdür. Yuxusu Çin olmadan onu kiməsə danışmır, doğrudur. Şah Abbas onun qızı ilə ailə qurmasına əvvəldən razı olur. Xeyr, bu ən sonunda baş verən hadisə idi. 23. Xan Sarayı və Çahargah əfsanəsi əsərlərinə aid ortaq məqamlardır. Şifahi ədəbiyyat nümunəsidir, bəli. Əsas qəhrəman ustadır. Bu Xan Sarayında var idi. Zülmkar ölkə başçı təsvir olunub. Bəli. 1-3. Vəzir surəti yaradılıb Çahargahda. Baş qəhrəman məğlub olur. Burada ustanı öldürür, amma məğlub oldu. O da yəni deyə bilərik də şah tərəfindən öldürülür. Deyə bilərik. Çahargahda isə daha doğrusu Çahargahda baş qəhrəman məğlub olur. Yəni ölkə başçısı məğlub olmuş olur. Bunu da ona aid eləyə bilərik. Xan Sarayına aid edə bilmərik. Çünki Xan Sarayının baş qəhrəmanı usta idi. Usta da məğlub olmur. Usta öldürülür. Cavab olur 1-3. 24. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Fürsət əldə ikən yaxşılıq elə, həmişə əlində ixtiyar olmaz. Gəl güvənmə dövlətinə, malına, mala, mülkə, ömrə etibar olmaz. Natamam qafiyədən istifadə olunub. Bəli, elə, malına. Cinas qafiyəlidir. Xeyr, burada cinas sözlər yoxdur. Lirik növdə heca vəznədir. Bəli. Qafiyə quruluşu gəraylıdan fərqlidir. Xeyr, fərqli deyil. Birinci bəndi. Qafiyənin, daha doğrusu qoşma ilə gəraylının qafiyə quruluşu eyni olur da. Və qafiyə quruluşu da gəraylının orta bəndlərindəki, daha doğrusu ilk bəndinin qafiyə quruluşudur. A, B, C, B. 5. Nəsihətimiz məzmundadır. Bəli. 1-3-5. Qeyd edək. 1-3-5. 25. Lətifələrə aid xüsusiyyətdir. Yalnız yumordan istifadə olunur. Xeyr. Cəmiyyət və məişət həyatında olan qüsurlar tənqid olunur. Bəli. Xalq arasında yalnız Molla Nəsrədlə bağlı lətifələr var. Xeyr. Lətifələrdəki gülüşün növləri komediya janrındakı gülüş ilə səsləşir. Bəli. Sonluğu bəzən xalq arasında məsəl kimi işlənir. Bəli, məsələlər daha çox elə lətifələrdən götürülmüş olur. 2, 4, 5. 26. Ağıllı uşaq nağıl ilə bağlı doğru fikirləri müəyyən edin. Xanın tapşırığını kəndə vəzir çatdırır. Xeyr, bu doğru fikir deyil. Xanın xoşladığı heyvan keçi idi. Bəli. Əhməd öz ağılı, bacarığı və tədbirlə kəndi xilas edir. Bəli. Almanın sirlərini Əhməd öz tapır. Xeyr. Xan məsləhətçisinin təklifini sonra kəndi ələ keçirmək üçün hilələri atır. Bəli. 2, 3, 5. 27. Çahargah əfsanəsinin qəhrəmanına bağlı uyğunluğu müəyyən edin. Alim. Saray həyatının qiymətləndirilməməsini nankorluq hesab edir. Bu ayətdə hökmdara. Xalq arasında böyük hörmətə malikdir. Bu ayətdə alimə. Ölkəni tərk etmək məcburiyyətində qalır. Bu ayətdə alimə. Ona tabi olmayana qarşı qərəzli mövqe tutur. Bu da ayətdə hökmdara. Əməyi dəyərləndirir. Bu heç birinə aid deyildir. Cavab 1, B, C, 2, A və D. Mətnlə bağlı olan 3 suala baxaq. Mətn Daşdəmirin nağılı mətnidir.
Mətni oxuyub daha sonra isə suallara baxa bilərsiniz. Daşdəmirin nağılı əsərindəki Daşdəmir və Dərzi şagirdi Əhməd nağılındakı Əhməd obrazlarının xarakterindəki oxşar cəhətləri yazın. Burada biz görürük ki, mətni oxuyanda Əhməd də israrlı idi ki, yuxusunu açıb deməsin. Buradakı Daşdəmir də eyni onun kimi davranır və sirrini açıb demir. Ona qarşı təzyiqlər olur və yenə də hər ikisi də açıb gördükləri burada nə idi? Sir, Əhməddə də yuxu idi. Hər ikisi, yəni onu açıb demirlər. Təzyiqlərə baxmayaraq. Bu onların oxşar xüsusiyyətləri idi. 29. Əsərlərin forma və janr xüsusiyyətləri əsasında cədvəli tamamlayın. Daşdəmirin nağılı Xan Sarayı. Daşdəmirin nağılı lirik növdədir. Nağıl janrındadır. Nağıldan bir parçadır. Nəsrlə yazılıb. Xan Sarayı epik növdədir. O əfsanədir. Yəni, bunları bura yaza bilərik. 30. Padişahın əmri ilə meydanda dar ağacı qurulur. Buna səbəb nə idi? Buna səbəb o idi ki, Daşdəmir sirri açıb demirdi. Nar parçalanır, dənələr ətrafa səpələnir. Bunun nəticəsində Daşdəmir artıq sirrin asılacağını deyir. Çünki deyir ki, sir sahibi sirrin asılmasına icazə verdi. Onu da bu qrafiyə yaza bilərik.